İndi çolkanı biraz həm yumşaldırıq, həm obyomlu qalsın, saç nazik olduğu üçün həm obyomlu qalsın, həm oturuşda qəşəng otursun. Deməli, orta hissəsini qaldırırıq. Hardasa deyək, 0 idi, bu olsun 90 dərəcə. Və bütün tüküləri ona uyğun orta hissəyə çəkirik. Baxın. Eyni qayda ilə də bu hissəni ortaya çəkirik. Və biz kəsdiyimiz, bax, kontrolümüzü görürük. Biz öz başımıza saç kəsmirik. Kontrol olmasa, bax, o yalan söhbətdir ki, gözə yarı kəsilir. Biz belə kəsirik, alınmır elə. Gərək kontrol olunmalıdır. Çünki bütün hər şey bir-birindən asılıdır. Biz öz başımıza kəsək, kəsə bilərəm ya, öz başıma nə hissə, özüm bir yarada bilərəm, xuliqan tipində. Yenə də onun dərəcəsi olmalıdır.